Biz hamımız bilirik ki biz hesabatlıyıq, amma hər birimiz elə yaşayırıq ki, sanki biz ağayıq. Nəinki hesabat verməyi sevmirik, biz hesabatdan qaçırıq və biz hesabatlı olmağa nifrət edirik. Və bununla da göstəririk ki, həyatımızın sahibi biz özümüz olmaq istəyirik, heç kimə hesabat vermək istəmirik. Sən idarəçisən, sən sahib deyilsən, sən idarəçisən. Nəyə maliksənsə, hər şeyin müvəqqətidir. Və Məsih onun üçün fərasətlidir dedikdə, onun etdiklərini tərifləmir, onun dərhal nələrsə etməyini tərifləyir. Mesela demək istəyir ki, inanan insanlar əbədi gələcək üçün bəzən bu dünyanın adamları qədər belə düşünmür və plan qurmur. Xahiş edirəm, ayağa qalxaq və Rəbbin kəlamını birlikdə oxuyaq. İsa şagirdlərə bunları danışdı. Varlı bir adamın idarəçisi var idi. Ona xəbər çatdırıldı ki, idarəçi onun əmlakını israf edir. Varlı adam onu yanına çağırıb dedi, bu nədir sənin haqqında, mən nələr eşidirəm? Mənə idarəçiliyinin hesabatını ver. Sən artıq idarəçi ola bilməzsən. İdarəçi öz-özünə dedi, mən nə edəcəyəm? Ağam idarəçiliyi əlimdən alır, torpaq belləməyə gücüm yoxdur, dilənməkdən də utanıram. İşdən qovulanda məni öz evlərinə qəbul etsinlər deyə nə edəcəyimi bilirəm. Ona görə də öz ağasına borclu olanları bir-bir çağırıb birincisinə dedi, mənim ağama nə qədər borclusan? O 100 bat zeytun yağı dedi. İdarəçi ona dedi, öz qəbzini götür, otur və tez yaz, 50. Sonra o birisinə dedi, bəs sənin nə qədər borcun var? O cavab verdi, 100 korbuğda. İdarəçi ona dedi, öz qəbzini götür və yaz, 80. Ağası haqsızlıq edən idarəçini fərasətli hərəkət etdiyinə görə təriflədi. Çünki bu dövrün övladları öz nəsilləri ilə münasibətlərində nur övladlarından daha fərasətlidir. Mən sizə bunu deyirəm, haqsız qazanc olan sərvətlə özünüzə dostlar qazanın ki, bu sərvət yox olduqda siz əbədi məskənlərə qəbul olunasınız. Ən balaca bir işdə sadiq olan kəs, böyük işdə də sadiqdir. Ən balaca bir işdə haqsız olansa, böyük işdə də haqsızdır. Beləliklə, əgər siz haqsız sərvətdən istifadə etməkdə sadiq olmadınızsa, əsl var dövləti sizə kim əmanət edər? Bu, Rəbbin kəlamıdır. Amin. Xahiş edirəm, əyləşin. Bu məsəl müqəddəs kitabda digər məsələlərdən öz qəlizliyi ilə, öz anlaşılmazlığı ilə fərqlənir. Çünki biz burada görürük ki, İsa haqsız görünən və əslində haqsız olan bir insanı misal gətirir. Və o insanın natəmizliyindən sonra, natəmizliyi ifşa olduqdan sonra o daha da düşünüb, daha da pis əməllər etməyə başlayır və Məsih onun bu etdiklərini fərasət adlandırır. Niyə İsa belə bir bənzətmədən istifadə edir? Nə üçün ümumiyyətlə burada başqa bir insan ola bilərdi və nə üçün belə bir bənzətmədən Məsih istifadə edir? Rəbb həqiqətləri ağlımıza gəlməyən simalarla açıqlayır. Çünki bizi düşündürmək istəyir. O istəyir ki, bu məsəl bizim yaddaşımıza daha da yaxşı həkk olunsun. Və bu məsəlin mərkəzində ümumiyyətlə siz bu məsəli oxusaz və düşünməyə başlasaz ki, bu məsəlin əsas mesajlarından biri nədir? Və bu məsələnin mərkəzində tək bir sual dayanır. Və o tək bir sual
bugün bizim hər birimizə ünvanlanır. Bugün hər birimiz bu sualı özümüzə verməliyik. Həyatımın sahibi kimdir? Həyatımın sahibi kimdir? Həyatımıza nəzər salaq və görək ki, həyatımızın sahibi kimdir? Və həyatını sən sahib kimi qurursan və düşünürsən ki, sənsən sənin həyatın sahibi. Yoxsa sən sadəcə bir idarəçisən. İlk ayələrdə biz başa düşürük ki, mövzu bizim xoşa gəlmədiyimiz bir məqama toxunur. Bu məqamdan bizim heç birimizin xoşu gəlmir əslində. Heç birimizin xoşu gəlmir. Hətta biz anladıqdan sonra ki, bu faydalıdır, yenə də biz bunu qəbul etmirik. Yenə də biz hər bir vəclə bu şeyə qarşı dayanırıq. Və bizim xoşumuz gəlmir. Nədir bu məqam? Hesabat. Hesabat. Hesabatdan bizim heç birimizin, həyatımızın hər bir dönəmində bizim xoşumuz gəlmir. Şagird olarkən hesabat dövrü nə vaxt olurdu? İmtahanlar vaxtı. Bizim xoşumuz gəlmir imtahanlar. Çünki bu bir hesabatdır. Sənin saatlarla kürsüdə oturmağın, saatlarla güya ki kimisə dinləməyin, saatlarla güya ki kimisə başa düşməyin bir hesabat nöqtəsi, hesabat bir məqamı gəlir. Sən ali təhsil oxuyursun. Orada da eyni. Onu bitirdikdən sonra işə düzəlirsən. Və o da hesabat bir məqamıdır. Səndən soruşurlar, bu 5 il, 6 il, 7 il sən oturdun, dinlədin. Nəyi öyrəndin sən? Nəyi mənimsədin? Bir hesabatdır. Və bütün həyatımıza baxsaq, həyatımızın hər bir mərhələsində biz hesabat veririk. Və biz əslində nəinki hesabat verməyi sevmirik, biz hesabatdan qaçırıq və biz hesabatlı olmağa nifrət edirik. Və bununla da göstəririk ki, həyatımızın sahibi biz özümüz olmaq istəyirik, heç kimə hesabat vermək istəmirik. Evlad ataya hesabat vermək istəmir. Ata digərinə hesabat vermək istəmir və insanlar heç birinə hesabat vermək istəmirlər. Məsələdə biz görürük ki, bu məsələdə ağa çağırır və biz anlamalıyıq ki, biz ağa tərəfindən çağırılacağıq. Burada oturan elə bir insan yoxdur ki, ağa tərəfindən çağırılmayacaq. Bəlkə də indi başımıza gələnlər, bəlkə də həyatımızda gördüklərimiz artıq bu hesabatın nəticəsi də ola bilər. Ağa çağıracaq. Ağa səni də çağıracaq, məni də çağıracaq. Bəlkə indi vicdanımıza müraciət edir. Bəlkə müəyyən bir hadisələr vasitəsilə bizə yenə də o ağa müraciət edir. Hesabat ver. Gəlirindən hesabat ver, qazancından hesabat ver, davranışından hesabat ver, həyat tərzindən hesabat ver, münasibətlərindən hesabat ver. Hesabat ver və hər şey ilə bağlı sən hesabat verəcəksən. Müqəddəs kitab bizə hətta bunu deyir ki, hər bir sözünə görə hesabat verəcəksən. Biz anlayırıq bu hesabat nə dərəcədə dəqiq, nə dərəcədə dürüst və kimin tərəfindən biz hesabat olunacaq. Kəlam deyir, hesabat ver, sən artıq idarəçi olmayacaqsan. İsa bu sözlərlə insanların bildiyi, lakin inanmadığı həqiqəti açır. Biz hamımız bilirik ki, biz hesabatlıyıq, amma hər birimiz elə yaşayırıq ki, sanki biz ağayıq, biz sahibi, həyatımızın, seçimlərimizin, qərarlarımızın sahibiyik. Və burada ilk ayələrdə bizə ünvanlanan bir söz var. Bizim şuurumuza deyil, şuurumuz bunu bilir, bizim ürəyimizə ünvanlanan bir söz var. Sən idarəçisən.
Sən sahib deyilsən, sən idarəçisən. Nəyə maliksənsə, hər şeyin müvəqqətidir. Hər şeyin müvəqqətidir. Ailəndən tutmuş, statusundan tutmuş, sağlamlığından tutmuş, sərvətinə qədər, qəpiyinə qədər. Sən sadəcə idarəçisən. Bildiyimiz, lakin həyatımızla göstəririk ki, biz bunu bilirik. Lakin inanmaqla bilmək arasında böyük bir fərq var. Böyük bir fərq deməzdim, böyük bir uçurum var. İnanmaqla bilmək arasında böyük bir uçurum var. Biz idarə edənlərik, biz sahib deyilik. Bu məsələnin ilk ayələri bizə bu xəbəri çatdırır. Biz düşünürük, baxın, həqiqətən də biz elə yaşayırıq ki, bəzən insanlar gözəl danışa bilər. İnsanlar gözəl danışa bilər. Mən bir dəfə belə bir söz eşitmişdim, deyir, müəyyən bir peşə sahibləri ilə bağlı idi, deyir, onların dediyinə baxmayın, onların yediyinə baxın. Dediyinə baxmayın, yediyinə baxın. Bir insanlar gözəl danışa bilər, ancaq gözəl yaşamaq tamamilə başqa bir şeydir. Baxın, və biz də həyatımızda göstəririk ki, tamamilə bildiyimiz şeylərə həyatımızda biz onları icra etmirik. Baxın, biz düşünürük ki, vaxt mənimdir. Vaxt mənimdir. Hər birimiz elə yaşayırıq ki, biz düşünürük ki, vaxt mənimdir. Vaxt mənimdir. Necə istəyirəm onu sərf edirəm. İstəyirəm serialların qarşısında saatlarla baxıram. İstəyirəm hansısa sosial şəbəkələrdə saatlarla otururam. İstəyirəm hansısa bir oyuna girirəm, kompüter oyuna saatlarla. Vaxt mənimdir. İstədiyim kimi onu sərf edirəm. Baxın, biz bunları etdikdə biz göstəririk, biz nəyə iqrar edirik? Bizim həyatımızın şüarı nədir? Vaxt mənimdir. Onu istədiyim kimi sərf edirəm. Necə istəyirəm, istifadə edirəm. Biz hədsiz dərəcədə nəfsimizi saxlaya bilməyib yedikdə, içdikdə, siqaret çəkdikdə və yaxud da ki, qeyri-sağlam bir həyat tərzi yaşadıqda biz nə deyirik? Sağlamlıq mənimdir. Sağlamlıq mənimdir. Onu necə istəyirəm, elə də istifadə edirəm. Necə istəyirəm, sərf edirəm. Biz deyirik, pulum, param mənimdir. Hara istəyirəm, kimə istəyirəm, xərcləyirəm. Ancaq daha çox hallarda belə olur. Hara istəyirəm, kimə istəyirəm, xərcləmirəm. Özüm bildiyim kimi yığıram. Baxın, biz xərcləməkdə də, yığmaqda da bəziləri ifrat dərəcədə pul xərcləyən olur, bəziləri də ifrat dərəcədə yığan olur, yığımcıl olur. Və hər iki halda biz deyirik, bu yaxşıdır, yoxsa bu? Yox, heç biri yaxşı deyil. Heç biri yaxşı deyil. Əgər hər birində sən fikirləşsən ki, bu mənimdir, artıq bu yaxşı deyil. Bu sənin deyil, sən idarəçisən. Və sən müdrikliklə bilməlisən ki, nəyi yığmalısan, nəyi xərcləməlisən və kimə xərcləməlisən. Münasibətlərimizə baxaq. Hər birimiz özümüzü rahat hesab elə biləcəyimiz bir qrupla əhatə edirik. Bu yaxınlarda bir konferansda oldum. Məni bir insanla bir nömrəyə saldılar. Tanımır məni, qətiyyən tanımır. Və adətən məni tanıyanlar, üzr istəyirəm ifadəmə görə, məni ağıllı, kifayət qədər dünya görüşünə malik bir insan kimi tanıyırlar və məni sorğu-suala tutmurlar. Adətən nəsə öyrənmək haqqında suallar olur və yaxud da ki, ünsiyə, bu insan məni nömrəyə girən kimi başladı sorğu-sual etməyə.
buranı necə başa düşürsən? Məsih bunu nə üçün deyib? Və mən özümü şagird kimi hiss etməyə başladım. Adətən mən müəllim kimi hiss edirəm. Və gördüm bu insan məni sınağa çəkir və qəliz-qəliz suallar verir. Dərhal özümü narahat hiss etdim. Dərhal özümü narahat hiss etdim. Və çıxıb konferansın təşkilatçısına dedim, sən kiminlə məni bir otağa salmışsın? Və sonra axırda mən sadəcə şükür etdim ki, mən o insanla bir otaqda qaldım. Bir nömrədə qaldım. Biz dərhal xoşumuza gəlməyən, bizi sınağa çəkən, bizi nəyinəsə yoxlayan və yaxud da ki, özümüzdən üstün olan bir insanı gördükdə biz narahat oluruq. Və diskomfort hissi gəlir. Bu məndən çox bilir, bu məndən güclüdür, bu məndən uğurludur və yaxud bu mənim hansı hissləriməsə toxunur. Baxın, münasibətlərdə də biz eləyik. Biz deyirik, mənim münasibətlərim. Mən bilirəm kiminlə oturub duracam, kimi isə özümdən kənarda saxlayacam. Rəbb isə deyir, bu məsələ bir daha diqqətlə oxusaq, biz görəcəyik, Rəbb deyir, sən bütün bunlara görə sahibə hesabat verəcəksən. Bütün bu sahələrə görə hər birimiz, sən də, mən də, burada elə bir insan olmayacaq ki, hesabat verməsin. Biz hesabat verəcəyik. Pulumuza görə hesabat verəcəyik. Münasibətimizə görə hesabat verəcəyik. Zamanımıza görə hesabat verəcəyik. Əgər həyatımızın sahibi Rəbdirsə, mesaj budur ki, sahib mənəm. O zaman həyatımıza baxışımız başdan ayağa dəyişməlidir. Qardaşlar və bacılar, başdan ayağa bizim münasibətimiz həyatımızda dəyişməlidir. Bəli, bugün də 20 ildir, 25 ildir, 30 ildir, imanlısansa yenə də dəyişməlidir. Çünki əgər bunu mən sizdə görürəmsə, çünki əgər bunları siz məndə görürsünüzsə, mən dəyişməliyəm, siz dəyişməlisiniz, hamımız dəyişməliyik. Sonraki ayələrə baxdıqda biz görürük ki, insan sanki bir tələyə düşüb. Tələyə düşdükdə insan dərhal nələrsə etməyə başlayır. Qeyri-adi bir şeylər və bu insanın da bu tələyə düşdükdə, ifşa olduqda əslində ifşa oldu. Tələyə düşməkdir demək olar, ifşa oldu əslində. İfşa oldu və o nə edir? Deyir, nə edəcəyim? Torpaq belləyə bilmirəm. Dilənməyə də utanıram. Dilənməyə utanır nə üçün? Artıq statusu var. Statusu var. Başqasının pulundan həmişə mənimsəməyə öyrənib, oğurlamağa öyrənib, başqa yerdə özünü ağa kimi aparır və dilənməkdən utanır. Mən fikirləşirdim, necə də başa düşürəm ki, bu çox sərt səslənə bilər. Necə də biz bu insana oxşayırıq. Necə də biz bu insana oxşayırıq. Əgər bugünkü gəlirimizi, bugünkü əlimizdən alsalar, biz çoxlarımız deyəcəyik, mən nə edə bilirəm? Əgər indiki xidmətçilərdən bu kafedranı alsalar, əgər indiki müəyyən bir təşkilatlarda çalışanlardan o masanı alsalar, onlar çıxıb deyəcək, mən nə edə bilirəm? Heç nə. Mənim yadımdadır 30 il bundan əvvəlki pastırlar, Bakıda olan pastırlar, dülgər idilər, peşə sahibi idilər, qaynaqçı idilər. Onlardan bunu alsaydın, onlar gedib dülgərlik edəcək. Biz nə edə bilirik? Mənim ağlıma gələn birinci elə xidmətçilər oldu. Dedim, necə də bu söz bizə yaraşan bir sözdür. Nə qədər ağır da olsun. Çətin vəziyyət insanın özünü dərk etməsini sürətləndirir. İnsan sürətlə
özünün kimliyini büruzə verməyə başlayır. Və burada da eyni şey, o vəziyyətin ciddiliyini qəbul etdi və hərəkət etməyə başladı. Və Məsih onun üçün fərasətlidir dedikdə, onun etdiklərini tərifləmir, onun dərhal nələrsə etməyini tərifləyir. Və öz dövrünə, öz anlayışına uyğun etdiklərini tərifləyir. O fərasətlidir. O vəziyyətinin ciddiliyini qəbul etdi və hərəkət etdi. Biz necə? Sən necə? Mən necə? Bugünkü mesajdan sonra. Çünki bugün bizə də müraciət olunur ki, biz hesabat verəcəyik. Və sonraki ayələrə 8-ə 9-a baxsaq biz bir paradoks görürük ki, İsa bu insanı tərifləyir. İsa bu insanı tərifləyir. İsa idarəçinin haqsızlığına görə deyil, haqsızlıq etdiyinə görə tərifləmir. Onun üçün də bu məsələnin qəlizliyi, çətinliyi də elə buradadır. Düyün buradadır. Bu dünyadakı insanların keçici gələcək üçün belə çalışmasına görə nümunə gətirir. Keçici gələcək üçün insan bu cür çalışır, bu cür vuruşur. Və Məsih deyir, bu dünyanın övladları öz nəslinə görə daha fərasətlidir. Bu dünyanın övladları Rəbbin övladlarına baxanda daha fərasətlidir. Və bizi belə fəaliyyətli olmağa çağırır. İsa demək istəyir ki, inanan insanlar əbədi gələcək üçün bəzən bu dünyanın adamları qədər belə düşünmür və plan qurmur. Bu məsələnin şok edən cümləsi budur. Özünüzə dostlar qazanın ki, sizi əbədi məskənlərə qəbul etsinlər. Özünüzə dostlar qazanın ki, sizi əbədi məskənlərə qəbul etsinlər. Yəni, dostların qazanılmasını nə ilə bağlayır Məsih? Pul əbədi deyil, amma əbədi nəticələr üçün istifadə edilə bilər. Pul əbədi deyil, sizin əlinizdə də əbədi deyil. Lakin, əbədi nəticələr üçün istifadə edilə bilər bu pul. Səxavət, xidmət, mərhəmət, bunlar əbədiyyət üçün edilən investisiyadır. Sizin səxavətiniz, sizin mərhəmətiniz, sizin xidmətiniz, bu əbədi həyat üçün edilən bir investisiyadır. Pul sizə xidmət edirsə, yaxşıdır. Siz pula xidmət edirsinizsə, bu yaxşı deyil. İsa'nın əsas mesajı, burada 10-cu, 13-cü ayələrdə olan hissədə əsas mesajı kiçik bir şeydə sadiqlik. Kiçik bir şeydə sadiqlik. Biz əslində kiçik bir şeyi böyütməklə məşğuluq. Biz əslində kiçik bir şeyə böyük bir şey kimi baxırıq. Baxın, İsa'nın kiçik dediklərinə baxsaq, burada bizim həyatımızdır. Burada bizim həyatımızdır və biz bu kiçik bir şeyi böyüdürük. İsa deyir, kim kiçikdə sadiqdirsə, böyükdə də sadiqdir. Kim kiçikdə sadiqdirsə, böyükdə də sadiqdir. İnsan düşünür ki, əgər biraz çox imkanım olsa, daha səxavətli olaram. Misal üçün, müəyyən bir miqdara malikdir, müəyyən bir yığımı var, deyir ki, əgər bu yığımı biraz da artırsam, mən onda səxavətli olaram. Mən onda insanlara kömək edə bilərəm. Bilirsiniz, son illər ərzində bizim əksəriyyətimizin gəliri az da olsa çoxalıb. Ondan sonra biz səxavətli mi olmuş? Burada heç kim 10 il bundan əvvəl qazandığını qazanmır. Əksəriyyətimizdə artım var. Siz 10 il bundan əvvəlkindən daha səxavətli oldunuz. Səxavət məbləğdə deyil, səxavət ürəkdədir. Əgər ürəyiniz səxavətli deyilsə, siz milyoner olsanız belə yenə də səxavətli olmayacaqsınız.
Və Məsih deyir, sən kiçik bir şey ilə xidmət edə bilmirsənsə, kiçiyə malik olduğun halda səxavətli ola bilmirsənsə, sən böyükdə də səxavətli olmayacaqsan. Mən səni əmin edirəm, olmayacaqsan. Mənim həmişə bu səxavət haqqında mövzu düşəndə bir qardaşımız düşür, üzünə demək olmasın. Ofisimizdəki televizoru yəqin ki, bir çoxlarımız görmüşük. Neçə alınıb o televizor? Anar qardaş bilər, təxmini. 800 manat. Siz bilirsiniz, bu kilsədə gəlirinə görə və verdiyi pulu nəzərə aldıqda o televizora ən çox investisiya qoyan kimdir? Deyim sizə. Elvin qardaş. 350 manat alırdı, səhv etmirəmsə. 350 idi da. Hə? 400. Və 150-sin, 170-in ya 200-ün kiraya verir. Yaşamağa 150-200 manat pulu qalırdı bir ay. 50 manat pul vermişdi. O 2 leptonu iyanə qutusuna atan qadın kimi. Olubmu sənin belə səxavətin? Olubmu sənin belə səxavətin? Varmı belə ürəyin sən? Əsl məsələ budur. Sən pulunsan, ya pul sənindir. Bu məsələnin zirvəsi belədir. İki ağaya qulluq edə bilməzsiniz. Siz həm yaradana, həm də sərvətə qulluq edə bilməzsiniz. İsa birbaşa deyir ki, sərvət sizin tanrınız ola bilməz. O sizin tanrınız olsa, siz uçuruma doğru gedirsiniz. Biz ən çox güvəndiyimiz, biz ən çox istədiyimiz, biz ən çox sevdiyimizə ibadət edirik. Ürəyimizə baxaq, qardaşlar. Ürəyimizə baxaq, qardaşlar. Ən çox kimi sevirik? Ən çox nəyi sevirik? Ən çox nəyi istəyirik? Sərvət çox asanlıqla və gözə görünməz şəkildə gəlib Rəbbin yerini tuta bilir. Bu məsələnin mərkəzi əslində pulla bağlı deyil, sadəcə parçalarda müəyyən bir bu hissəyə biz toxunduq. Bu məsələnin mərkəzi pulla bağlı deyil, əsas sual sənə verilən həyatın və onun içində hər bir şey var. Orada sənin zamanın var, orada sənin sərvətin var, orada sənin münasibətlərin var. Bütün əsas sual budur. Sənə verilən həyatın sahibi kimdir? Kimdir sənə verilən həyatın sahibi? Məsihin adı bu məsələdə çəkilmir. Çünki Məsihin özü məsələnin içində dayanır. Çünki məsəli danışan Məsih özüdür və məsələnin içində dayanır. O bu çağırışla deyir, mən həqiqi sahibəm. Mən həqiqi ağayam. Sən mənə hesabat verəcəksən. Mən həqiqi sahibəm, mən həqiqi ağayam, sən mənə hesabat verəcəksən. Mən sənin idarəçiliyini, zamanın idarəçiliyini, münasibətlərin, sərvətinin idarəçiliyini, çünki bunların hamısı mənim tərəfimdən sənə verilib, mən hamısını üzə çıxaracağam. Mənə aid olan hər şeyi sizə lütflə vermişim. Səxavətinizin, sadiqliyinizin və imanınızın əsası da mənəm. Səxavətinizin də, sadiqliyinizin də, imanınızın da əsası mənəm. Yalnız Məsih ürəyi sərvətə xidmətdən azad edə bilər. Yalnız Məsih bizim ürəyimizi səxavətli edə bilər.
Yalnız Məsih bizə əbədi, təsirli bir həyat yaşamağa güc verir. Bu məsələnin mesajı odur ki, dünya bizə sahiblik illüziyası verir. Biz reklamlara baxdıqda, biz dəbdəbəli avtomobillərə baxdıqda biz düşünürük ki, insanlar öz həyatlarının sahibidir. Bu bir illüziyadır. İsa isə bizə həqiqəti çatdırır. İsa bizə həqiqəti çatdırır. Sən sahib deyilsən. Sənə əmanət edilmiş insanların, imkanların, zamanın, ömrün idarəçisisən. Və bir gün bu sualın cavabını verəcəyik. Mən kimə və kim kimi xidmət edirəm? Mən kimə və kim kimi xidmət edirəm? Mən kimə və kim kimi xidmət edirəm? Rəbb, minnətdarıq sənə. Minnətdarıq sənə sözünə görə. Minnətdarıq ki, sözün bizim üçün məlhəmdir. Sözün bizim üçün istiqamətdir. Sözün bizim üçün nurdur. Zülmətdə olan xalqa bir nurdur. Minnətdarıq sənə ki, sən bizim həyatımızın sahibisən. Sən bizim iradəmizə qarşı sahib olmusan. Və sahib olduqdan sonra sən bizim ürəyimizi, əqlimizi, şuurumuzu dəyişirsən. Sənə izzət olsun, həmd olsun, külli ixtiyarlığına görə ki, sən bizim ağlımızı dəyişirsən müqəddəs ruh vasitəsilə, kəlamın vasitəsilə. Minnətdarıq ki, sən bizi bu qədər transformasiya edirsən. Minnətdarıq ki, zamanımızla bağlı rəftarımızı sən ifşa edirsən əslində. Münasibətlərlə bağlı hesabatımızda ifşa edirsən bizi. Minnətdarıq ki, sən danışırsan, sən bizi ifşa edirsən və əslində sənin ifşan da bir şəfadır. Çünki biz anlayırıq, biz görürük nöqsanlarımızı, qüsurlarımızı. Və biz görürük səninlə biz necə dəyişə bilirik. Səninlə əslində hiss edirik, dərk edirik, etiraf edirik, tövbə edirik. Sonra yenə də səninlə, sənin qarşısında tövbə etdikdən sonra səndən güc istəyirik, müdriklik istəyirik, ağıl istəyirik, həqiqət istəyirik və sən bunları bizə bəxş edirsən. Çünki kəlamında vədin var və eyni zamanda külli ixtiyarlığın var, zəifi güclü etməyə, günahkarı müqəddəs etməyə. Gücün var, qüdrətin var və sən bunu edirsən öz xalqınla, öz sürünlə. Sənə izzət olsun, sənə tərif olsun. Bütün vədlərinə görə sənə izzət və tərif olsun ki, bizim həyatımızın sahibi sənsən və biz bunu iqrar edirik. Və biz bundan məmnunuq, biz bundan zövq alırıq ki, həyatımın sahibi mən deyil, sənsən. Çox sağ ol, Rəbb. Çox sağ ol sözünə görə. Çox sağ ol. Bu sözünə görə, bu mesajına görə. Həyatımızın sahibi. Minnətdarıq sənə. Minnətdarıq kamil sahibliyinə görə və əbədi sahibliyinə görə. Sənə izzət olsun indidən və əbədiyyən. Amin.